Hər vaxtınız xeyir uşaqlar bir daha. Deməli, hər vaxtınız xeyir uşaqlar. Deməli, neçə nəfər qoşulub? Hal-hazırda hələ ki 30 nəfər qoşulub. Biz bugün maqnit sahəsi və maqnit induksiyası haqqında danışacağıq və bu maqnit sahəsinə əhatə edən başlıqları gözdən keçirək. Maqnit sahəsində danışacağıq, sabit cərəyan naqilinin qarşılıqlı təsirindən danışacağıq. Sonra düz, dairəvi və sarınmış şəkildə olan belə deyək də, naqillərdən maqnit induksiyasının təyin etməsi və inşallah vaxtımız nəyə imkan versə bunları güvən nəzəriyyəsinin üzərindən izahını verəcək. Belə, biz addım-addım konkret olaraq nələri bilməlisiniz, necə bilməlisiniz onlardan danışmağa davam edəcək. Belə bir hal müşahidə olunur. Ümumiyyətlə, söhbət nədən gedir? Deməli, iki naqil paralel qoyulur və bu naqillərdən cərəyan axan zaman o naqillərin bir-birini cəzb etməsi və yaxud da ki, dəfə etməsi hadisəsi müşahidə olunur. Maraqlı gəlib ki, bəs bu bir-birinə paralel qoyulmuş iki naqilin bir-birini cəzb etməsi və ya dəfə etməsinin səbəbi nədir? Araşdırılıb görülüb ki, naqildən cərəyan keçəndə onun ətrafında maqnit sahəsi yaranır və o yaranmış maqnit sahəsinin təsiri ilə həmin naqillərin bir-birini cəzb etməsi və yaxud da ki, dəfə etməsi hadisəsi baş verir. İndi biz buradan nə nəticəni çıxarmalıyıq? Deməli, birinci bilməli olduğumuz nədir? Birinci bilməli olduğumuz qeyd ondan ibarətdir ki, maqnit sahəsinin yaranması üçün iki şərtdən biri ödənməlidir. Maqnit sahəsinin yaranması üçün ya bizim sahəsinin yaranması üçün ya bizim sabit maqnitimiz olmalıdır. Hansı ki siz inşallah bilirsiniz söhbət nədən gedir. Yəni hansı ki şimal qütbü və cənub qütbü olan bir sabit maqnitdən gedir. Şimal qütbünü biz deməli N hərfi ilə işarə edirik. Adətən göy rənglə rənglənir. Cənub qütbündə S hərfi ilə, yəni South'un S-sı ilə, şimalın North'un S-sı ilə işarə edirik və adətən qırmızı rənglə rənglənir. Sabit maqnit öz ətrafında nə yaradır? Əlbəttə ki, bir maqnit sahəsi yaradır. Digər tərəfdən isə uşaqlar, yadda saxlamalısınız ki, maqnit sahəsinin formalaşması üçün yük olmalıdır və yükün sürəti olmalıdır ki, nə yaransın? Maqnit sahəsi və maqnit sahəsinin varlığını göstərən xətlərdə qüvvə xətləri maqnit induksiyası adlanır. Yəni, maqnit sahəsinin, maqnit induksiyasının olması üçün nə olmalıdır? Yük və yükün sürəti olmalıdır ki, nə olsun? Maqnit sahəsi yaransın. Yenə deyirəm. Deməli, maqnit sahəsinin olması üçün ilk bilməli olduğumuz qeyd nədir? İki şərtdir. Ya sabit bir maqnitimiz olmalıdır, hansı ki onun şimal qütbü var, cənub qütbü var. Və yaxud da ki, yük olmalıdır və yükün də nəyi olmalıdır? Müəyyən bir V sürəti olmalıdır ki, nə olsun? Maqnit sahəsi yaransın. İndi uşaqlar, siz bilirsiniz ki, naqildən nə axır? Yüklər axır. Yəni cərəyan keçən zaman, məsələn, bu hissəsini müsbət işarə eləyək, bu hissəsini mənfi işarə eləyək. Elektronlar hansı istiqamətdə? Müsbətə doğru hərəkət edir. Elektronlar hansı istiqamətdə hərəkət edir? Müsbətə doğru. Yəni, elektronlar müsbət qütbə doğru hərəkət eləyəndə, bu elektronların hərəkətinin istiqamətinin əksinə nə yaranırdı? Cərəyan yaranır. İndi naqildən cərəyan axırsa, hansı sahə formalaşır onun ətrafında? Maqnit sahəsi. Məsələn, hal-hazırda evdə oturmuşsunuz, naqillər var da ətrafınızda, elə deyil. Bax, o naqillərdən nə axır? Yük axır. Yük var və onların nəyi var? Sürəti var. Deməli, o naqillərin ətrafında hansı sahə formalaşır? Maqnit sahəsi. Uşaqlar, bu bizim birinci bilməli olduğumuz qeyd edir ki, maqnit sahəsinin yaranması üçün hansı şərt var? Ya sabit maqnit ya da ki, naqildən yük keçməlidir ki, yəni daha doğrusu hərəkətdə olan yük olmalıdır ki, onun ətrafında maqnit sahəsi yaransın. İndi uşaqlar, başlanğıcda dediyimiz məqamlara gedirik. Məsələn, bu naqildir, bu hissəsini qalın çəkmişik. Burası müsbət, burası mənfidir. Cərəyan hardan araxılır? Müsbətdən mənfiyə doğru. Elektronlar müsbətə gedir, elektronların əksinə doğru cərəyanın istiqaməti götürülür. Fikir verirsiniz, burada da cərəyanın istiqaməti yuxarıdır, yəni müsbətdən mənfiyə. Burada da müsbətdən mənfiyə, yəni yuxarıdır. Əgər naqildən cərəyan axanda, naqillər bir-birini nə edəcək? Cəzb eləyəcək. Daha doğrusu, eyni istiqamətlə axanda. Bax, naqildən axan cərəyanın istiqaməti nə olması lazımdır?
eyni olması lazımdır. Eyni olanda nə baş verəcək uşaqlar? Naqillərin bir-birini cəzb etməsi baş verəcək. Əgər axan cəryan əksdirsə, istiqamət olaraqdan əksdirsə, bu müsbətdən mənfiyə gedir, bu isə bax bu şəkildə müsbətdən mənfiyə, onun əksinə doğru gedir. Bu zaman nə baş verəcək uşaqlar? Bir-birini itələməsi baş verəcək. Naqillərin bir-birini nə etməsi baş verəcək? İtələməsi baş vermiş olacaq. Yenə deyirəm, bunun səbəbi nədir? Naqil ətrafındakı yaranan maqnit sahəsi. Niyə? Çünki artıq bilirsiniz ki, naqildən cərəyan keçirsə yük var və yükün sürəti var və ətrafında nə yaranır? Maqnit sahəsi və yaranan maqnit sahəsinin təsiri ilə bu naqillər bir-birini cəzb edir və yaxud da itələyir. Nə zaman cəzb edir? Axan cəryanın istiqaməti eyni olsa. Nə zaman itələmə baş verir? Axan cəryanların istiqaməti nə olsa, əks olsa itələmə baş verir. Bu bizim bilməli olduğumuz iki mühüm qeyd. İndi uşaqlar, ümumiyyətlə maqnitlər formasına görə müxtəlif cür olur. Sabit maqnitlərin formasının gəldikdə, məsələn, halqa şəkilli olur, düz, nal şəkilli olur. Bu nal şəkilli düz sabit maqnitlərin, məsələn, bir qütbü şimalsa, bir qütbü nə olur? Cənub olur. Və buradan bilməli olduğumuz bəzi məsələlər var. Onu gəlin girək, simulation'dan, fizika simulyasiyalarından sizə Bejnet laboratoriyada izah edək. Deməli belə, məsələn, maqnit kompas, yəni maqnit və maqnit kompasının nə işə yaradığını sizə izah edək. Uşaqlar, gəlin baxaq. Çıxar buradan. Deməli, bizim sabit maqnitimiz var. Uşaqlar, sabit maqnitimiz. Yadınızda saxlayın ki, sabit maqnitimizin bir şimal qütbü var. Şimal düzdür. Burada qırmızı ilə işarə olunub. Bayaq mən sizə bunun əksini dedim, tərsini dedim. Şimal əslində çox yerdə yaşılla işarə olunur. Sağ üstə, cənub isə qırmızı ilə işarə olunur. İndi uşaqlar, hər bir şeyin varlığını göstərən bir qüvvə xarakteristikası var. Məsələn, biz keçmişik ki, elektrik yükünün ətrafında elektrik sahəsi yaranır. Elə deyil. Məsələn, deyək ki, elektrik yükü, deyək ki, bu müsbət yükdə, onun ətrafında elektrik sahəsi yaranır. Həmin o elektrik sahəsinin varlığını göstərən xətləri nə deyirdik? Biz intensivlik deyirdik. Y hərfi ilə işarə edirdik. Məsələn, yer kürəsidir. Yer kürəsində atılmış hər hansı bir cisim yerin mərkəzinə düşür. Niyə? Çünki yerdə sərbəst düşmə təcili J-nin intensivliyin istiqaməti haradır? Yerin mərkəzinə doğrudur. Baxın uşaqlar, müsbət yükdən çıxan mənfi yükə nə olan idi? Daxil olan istiqamətdədir. Bunlar nədir? Hər biri bu sahələrin xarakteristikasıdır. Elektrik sahəsinin qüvvə xarakteristikası Y-dir. Qravitasiya sahəsinin qüvvə xarakteristikası J. Necə ki, bu sahələrin qüvvə xarakteristikası var, uşaqlar, maqnit sahəsinin də qüvvə xarakteristikası var. Maqnit sahəsinin qüvvə xarakteristikası B-dir və bu induksiya adlanır. Maqnit induksiyası adlanır. Maqnit sahəsinin qüvvə xarakteristikası nədir deyəcəkmiş olsalar, deyəcəksiniz ki, maqnit induksiyasıdır. Və maqnit sahəsinin maqnit induksiyasını göstərəndə şimaldan çıxır induksiya xətləri, qayıdır gəlir, cənubdan daxil olur. Bir daha deyirəm, maqnit sahəsinin induksiya xətləri şimaldan çıxır, cənuba daxil olur. Baxın, deməli, istiqamətə baxın, şimaldan çıxdı, cənuba daxil oldu. Şimaldan çıxdı, cənuba daxil oldu. Baxın, qəbula sual düşmüşdü. Bəs daxilində induksiyanın istiqaməti haradır? Cənubdan şimala doğru. Bax, xaricdə haradır? Şimaldan cənuba, daxildə isə cənubdan nəyə doğrudur? Şimala doğrudur. Bax, bunu qeyd olaraq yazın və yadda saxlayın. Deməli, B-nin istiqamətini təyin edəndə şimaldan çıxarırıq, hara gedir? Cənuba. Daxildə isə haradır? Əlbəttə ki, indi diqqətlə baxın, uşaqlar, lazım. Maqnit induksiya xətləri qapalıdır, burulğanlı sahədir. Şimaldan çıxıbsa, gəlib cənubdan daxil olmalıdır. Daxildə də cənubdan hara getməlidir? Şimala getməlidir. Yəni, fikir verirsiniz, nə cür sahədir bu? Burulğanlı sahədir. Məsələn, elektrik sahəsinin qüvvə xətləri uşaqlar burulğanlı sahə deyil. Müsbətdə çıxır, mənfiyə doğru. Və yaxud da ki, sonsuzluqdan gəlir hara doğru? Mənfiyə doğru. Amma
Maqnit sahəsinin qurma xəttləri belə deyil, burulğandır. Şimaldan çıxır, hara doğru? Cənuba doğru. Daxildə isə cənubdan hara doğrudur? Şimala doğrudur. Bu bizim bilməli olduğumuz qeydlərdən biri. Növbəti bilməli olduğumuz qeyd nədir uşaqlar? Növbəti bilməli olduğumuz qeyd odur ki, maqnit indusiya xəttlərinin istiqamətini cihaz olaraq nə ilə təyin edirlər desələr, deyəcəyiz ki, bax gördüyünüz bu maqnit əqrəbi ilə təyin edirlər. Beynin istiqamətini nə ilə təyin edirlər? Maqnit əqrəbi ilə təyin edirlər. Bir daha deyirəm, beynin istiqamətini təyin etmək üçün maqnit əqrəbindən istifadə edilir. Maqnit əqrəbi də iki qütbü olan şimal qütbü və cənub qütbü olan bir əqrəbdir. Bəs maqnit indusiya xəttlərinin istiqamətini maqnit əqrəbi ilə nə cür təyin edirlər desələr. Uşaqlar, mən bircə dəqiqə bunu saxlayın. Deməli belə, davam edirik uşaqlar. Deməli, burada baxaq, biz az öncə dedik ki, maqnit indusiya xəttlərinin istiqamətini maqnit əqrəbi göstərir və maqnit əqrəbinin bir şimal qütbü olur, bir cənub qütbü olur. Baxın uşaqlar, yadınızda saxlayın ki, biz az öncə demişdik ki, maqnit indusiya xəttləri şimaldan çıxır, hara doğru gedir? Cənuba doğru. Şimal qütbü burası, şimaldan çıxır, hara doğru gedir? Cənuba doğru. Elə deyil? İndi indusiyanın istiqaməti solatsa, bu hissə nə olub? Şimal. Bu hissə nə olub? Cənub. Elə deyil? Bəs maqnit əqrəbi hansı istiqamətdə fırlanmalıdır? Gəlin, bu yaxşı izah etmək üçün burada qarşılıqdır. Gəlin, belə izah edək bunu. Baxın, deməli, biz öyrəndik ki, indusiyanın istiqamətini maqnit əqrəbi ilə təyin edirlər. Maqnit əqrəbi ilə təyin edirlər. Əqrəb. İndi maqnit əqrəbi nədir? Maqnit əqrəbi dedik ki, bir şimal qütbü, bir də cənub qütbü olan bir bildiyiniz əqrəbdir. Bax, belə bir şeydir. İndi uşaqlar, gəlin, baxaq görün, bu maqnit əqrəbi ilə beynin istiqamətini nə cür təyin edirdik. Məsələn, indusiya xəttləri çəkirik, bu istiqamətdə çəkək, indusiya xəttlərini bax, belə istiqamətdə çəkək. Bu indusiya xəttləri çəkib izah etmişdən qabaq bilməli olduğunuz başqa bir qeydi də sizə xatırladım. Əslində bunu bir çoxunuz bilirsiniz, indi təkrarda yapayım. Siz bilirsiniz ki, maqnitin şimal qütbü olur, cənub qütbü olur və cənub qütbü ilə cənub qütbü bir-birini itələyir. Və yaxud da ki, maqnitin deməli, şimal qütbü ilə şimal qütbü bir-birini nə edir uşaqlar? İtələyir. Yəni, eyni adlı qütblər bir-birini itələyir. Amma əks qütbləri, məsələn, şimalla cənub, baxın uşaqlar, şimalla cənub bir-birini nə edəcək? Cəzb edir. Yenə deyirəm, eyni adlı qütblər cənubla cənub, şimalla şimal bir-birini nə edir? Uşaqlar itələyir. Amma cənubla şimal bir-birini cəzb edir. İndi bu qaydadan da burada istifadə edəcək. Biz bilirik ki, beynin istiqaməti, yəni indusiyanın istiqaməti hardan hara olur? Şimaldan çıxır, hara doğru? Cənuba. Şimaldan çıxır, hara doğru? Cənuba. Çünki oxların istiqamətini belə göstəriblərsə, bu istiqamət şimal, bu istiqamət nə olmalıdır? Cənub olmalı. İndi əqrəbi gətirib bura yerləşdirdik də. Əqrəbi, maqnit əqrəbini bura yerləşdirdik də. Nə baş verəcək uşaqlar? Deməli, maqnit əqrəbini buraya yerləşdirdikdə, maqnit əqrəbini, burası şimal, burası cənub. Fikir verirsiniz, şimal cənubu nə edir dedik? Şimal cənubu və yaxud da cənub şimalı nə edir? Cəzb edir dedik, cəzb. İndi bunun cənub hissəsi haradır? Buradır da, elə deyil? Bu maqnitin şimal qütbü hansı tərəfdən cəzb olunacaq? Cənub tərəfdən cəzb olunacaq. Bunun cənub qütbü isə hansı tərəfdən cəzb olunacaq? Şimal tərəfdən cəzb olunacaq. Və bu əqrəb fırlanıb bax belə duracaq. Bu əqrəb fırlanıb bax belə duracaq. Sağ tərəfdə cənub, deməli sağ tərəfdə şimal, sol tərəfdə cənub olmuş olacaq. Yəni, maqnit əqrəbi əgər belə durubsa uşaqlar, siz onda indusiya xəttlərinin istiqamətini belə durub çəkməlisiniz.
hansı istiqamətdə çəkməlisiniz? Şimal qütbü hardadsa, B-nin də istiqaməti o istiqamətdə olmalı. Məsələn, əgər maqnit əqrəbi belə qoyulub, fikir verirsiniz, şimal qütbü burada, cənub beləsə, induksiya istiqaməti baxın, şimal əqrəb istiqamətində olmalı. Əgər, məsələn, maqnit əqrəbi belə verilib, şimal burada, cənub buradadsa, induksiyanın istiqaməti də belə çəkilməli. Yəni, maqnit əqrəbi ilə induksiyanın istiqaməti bu şəkildə təyin olunur. Və biz davam edək. İnduksiya xəttlərinin, baxın, burada da istiqamətini biz bilirik ki, şimaldan çıxır, cənuba daxil olur. Məsələn, induksiya xəttləri fikir verirsiniz, şimaldan çıxır dedik. Şimaldan çıxır, hara? Cənuba daxil olur. Məsələn, götürüb buradan biz əqrəbi gətirib bura qoyduqda fikir verirsiniz, hara daxil olur? Cənuba daxil olur. Ona görə qırmızı istiqamətdə baxın, cənuba daxil olan şəkildə olur. Bax, məsələn, buraya gətirsək, baxın, qırmızı şimaldan çıxdı. Bura gəldikcə fikir verirsiniz. Gəlir. Fikir verirsiniz, maqniti gətirdikcə B-nin istiqamətində fırlanır. B-nin istiqamətində fırlanır. Görürsünüz. Şimaldan çıxır. Qırmızıya diqqət edin, əqrəbin qırmızısına. Şimaldan çıxır. Hara daxil olur? Gəlir belə, fırlanır. Cənuba daxil olur. Daxildə isə əlbəttə ki, cənubdan şimala doğru getmiş olur. Söhbət nədən gedirdi? Maqnit induksiyasından. Və uşaqlar, burada bilməli olduğunuz başqa bir qeyd də var. Siz bilirsiniz ki, coğrafiyadan yerin coğrafi qütbləri var. Məsələn, coğrafi qütblərlə deyəndə, məsələn, yuxarı hissə şimal qütbüdür adətən, aşağısı da cənub. Hansı ki, şimal buzlu olan, okean olan hissə şimal qütbü, Antarktida olan hissə isə biz nə adlandırırıq? Cənub coğrafi qütbü. Coğrafi qütblə yanaşı, yerin maqnit qütbü də var. Və yerin maqnit qütbü coğrafi qütblə üst-üstə düşmür. Yadınızda saxlayın ki, deməli uşaqlar, bir daha deyirəm, şimal coğrafi qütbündə cənub maqnit qütbü var. Cənub coğrafi qütbündə isə şimal maqnit qütbü var. Yəni, bir daha deyirəm, coğrafi qütblər var, maqnit qütbləri var. Məsələn, bu yer kürəsidir. Siz bilirsiniz ki, bunun bu hissəsi nədir? Uşaqlar, şimal. Elə? Bu hissəsi nədir? Cənub. Nə? Coğrafi qütb. Amma yerin maqnit qütbləri də var. Bu coğrafi qütb. Amma yerin maqnit qütbləri var. Və maqnit qütbləri coğrafi qütblərin əksinə yerləşir. Məsələn, şimal coğrafi qütbündə cənub maqnit qütbü, cənub coğrafi qütbündə şimal maqnit qütbü yerləşir. Bunu da qeyd olaraq yadınızda saxlamalısınız. Yenə deyirəm, bu bizim dərsimiz gedir güvənin üzərindən izah edirəm. Daha yaxşı olduğuna görə və demək olar ki, hər bir şeyi deyirəm və bu şəkildə biz inşallah indi hara kimi çatdıra biliriksə, çatdıracaq. Bunlardan danışdıq biz. Deməli, burada birinci bu qeyd eləyək, bunu bir daha vurğulayaq. Bax, maqnit induksiya xəttləri burulğanlıdır. Burulğanlı nə deməkdir? Yəni, görürsünüz, şimaldan çıxır, cənuba daxil olur, şimaldan çıxır, cənuba olur. Yəni, burada bir burulğa yarar. Elə deyil, uşaqlar? İnduksiya xəttləri burulğanlıdır. Bir də bir şeyi də vurğulayın burada. Bunu da yadınızda saxlayın bir qeyd olaraq da. Var bircin sahə. Var qeyri-bircin sahə. Nədir bəs bu bircins və qeyri-bircin sahə? Uşaqlar, əgər induksiya xəttləri bir-birinə bu şəkildə paralel olsa, bu sahə nə cür sahə adlanır? Bircins sahə. Və induksiya xəttləri paralel olsa, bircins sahə. Qeyri-bircin sahə, məsələn, maqnit ətrafında biz bayaq çəkdik, şimaldan çıxır, cənuba daxil.
şimaldan çıxır cənuba daxil olur. Görürsüz, bunlar bir-birinə paralel deyil. Bu nə cür sahədir? Qeyri-bircin sahədir. Bu mütləq nə edin? Yadınızda saxlayın. Bu bizim nəyimizdir? Bircins və qeyri-bircins sahəmizdir ki, bunu da yadınızda saxlamalısınız. Və növbəti yadınızda saxlamalı olduğumuz məqam nədir? Maqnit sahəsi vurulğanlı sahədir. Və indusiya xətləri haqqında da burada qeydlər göstərilir. Mən bunu qrupa da atmışam PDF. İndi kitablar nə gözəl onu belə. İndi uşaqlar, belə bir məsələyə gəlirik ki, tamam, yaxşı bildik. Maqnitdən danışırıq. Burada nədən danışacaq? Bu hissəsində sizə nə izah olunur? Tamam, biz bildik ki, maqnit sahəsi var. Maqnit sahəsinin yaranması üçün ya sabit bir maqnitimiz olmalıdır əlimizdə, ya da ki, hərəkətdə olan, yəni V sürəti olan bir yükün olması lazımdır ki, müsbət və yaxud mənfi yükün olması lazımdır ki, nə yaransın? Maqnit sahəsi yaransın. Və maqnitin də iki qütbü var. Şimal-cənub dedik ki, eyni adlı qütblər bir-birini itələyir, əks adlı qütblər bir-birini cəzb edir. Sonra dedik ki, maqnitin xarakterik xüsusiyyəti var ki, yəni onun varlığını göstərən B'dir. B'nin də istiqamətini deməli, şimaldan çıxır, cənuba daxil olan istiqaməti göstərir. Cihaz olaraqdan isə biz B-nin istiqamətini təyin etmək üçün maqnit əqrəbindən istifadə edirik. Bunlardan danışdıq. İndi baxın, əsas məqama gəlir. Nədir? İndi uşaqlar, sabit maqnitdə rahat. Sabit maqnitdə rahat. Məsələn, şimal qütbüdür, cənub qütbüdür. Hə, şimaldan çıxdı, cənuba daxil oldu. Sabit maqnitdə B-nin istiqamətini təyin etmək rahatdır. Çünki şimal qütbü bəlli, cənub qütbü bəlli. Hə, belə olduğu halda şimal burada, cənub burada. Hə, şimaldan çıxdı, cənuba daxil oldu. Belə rahat. Bəs sabit maqnit olmasa, bəs biz B-nin istiqamətini nə cür təyin edəcəyik? Yəni sabit maqnit olmasa nə olur? Sabit maqnit olmasa, sonra cərəyanlı naqildən gedir də. Yəni cərəyanlı naqildə nə var? Naqildə əgər cərəyan varsa, ətrafında maqnit sahəsi var. Bəs bu zaman biz B-nin istiqamətini nə cür təyin edərik? O cərəyanlı naqilində uşaqlar 3 forması var. Nə? O naqil düz ola bilər. O naqil dairəvi ola bilər. İkinci. Dairəvi ola bilər. O naqil ola bilər ki, sarınmış şəkildə olsun. Sarınmış şəkildə olsun. Baxın, bir daha deyirəm. Söhbət nədən gedir? Naqildən ki, cərəyan axanda ətrafında nə yaranır? Maqnit sahəsi. Razıyıq. Ətrafında nə yaranır? Maqnit sahəsi. Naqildən ki, cərəyan axanda ətrafında maqnit sahəsi yaranır. İndi sual budur ki, yaranan o maqnit sahəsinin B-sinin istiqaməti nə cür təyin olunur? O yaranan maqnit sahəsinin induksiyasının istiqaməti nə cür təyin olunur? Yəni, bəs bunun üçün hansı hallar var? Əgər baxırsınız, naqil düzdür, yoxsa naqil dairəvi şəkildədir və yaxud da ki, naqil sarınmış şəkildədir. Bax, bu hallar var. Yəni, siz naqildəki induksiyanın istiqamətini təyin edən zaman əvvəlcə naqilə baxmalısınız ki, düzdür, dairəvidir, yoxsa sarınmış şəkildədir. Yəni, bu üç hala görə əlbəttə ki, nədir? Bu da dəyişmiş olacaq. Belə, indi baxaq, görün, nə cür təyin edəcək. Birincisi, naqil düz olanda, sonra digərlərini izah edək. Gəlin, baxaq, əlimizdən gələni eləyək ki, düz naqildə indusiyanın istiqamətini təyin edək. Uşaqlar, düz naqildə indusiyanın istiqamətini təyin edəndə sağ yivli burğu qaydasından istifadə edirik. Sağ yivli burğu qaydası. Burada burğu nədir? Burğaj dediyimiz, lori dildə dediyimiz o atverkadır. Söhbət ondan gedir. Sağ yivli burğu qaydası. Birincisi, bunu bilməlisiniz ki, düz naqil olanda, yəni bax bu şəkildə olan bir düz naqildən söhbət gedirsə, hansı ki bundan deyək ki, müəyyən yuxarıya doğru cərəyan axır. Hə, bu naqildə B-nin istiqamətini təyin eləyən zaman hansı əldən istifadə etməliyik dersələr, sağ əl deyəcək. Hansı əlimizlə təyin etməliyik? Sağ əlimizlə təyin edəcək.
Və yadınızda saxlayın ki, burada baş barmaq, sağ əlimizin baş barmağı, sağ əlimizə diqqət edin. Onun baş barmağı, uşaqlar, baş barmağı cəryan istiqamətində yönələcək. Bu zaman açılmış 4 barmaq nəyi göstərəcək? İnduksiya istiqamətini göstərəcək. Nəyin istiqamətini göstərəcək? B-nin istiqamətini. Fikir verirsiniz, məsələn, burada indi göstərməyə çalışıram mən, əl çəkim. Baxın, bu baş barmağımızdır. Hansı istiqamətdədir? Cəryan yuxarıdır. Baş barmağımızı cəryan. Ha, bu 4 barmağıma fikir verin. Nə cür göstərdim? Ha, bu 4 barmağıma. Ha, belə. 4 barmağımı belə göstərdim. Məsələn. İndi görürsünüz 4 barmağın istiqamətinə baxın, belə fırlanır. Onun ətrafı. Siz də baş barmağınızı indi hal-hazırda mənimlə paralel təkrar edin. Baş barmağınızı ekrana doğru tutub bu cəryan istiqamətində. Sonra 4 barmağınızı belə fırladın uşaqlar. Görəcəksiniz ki, nə çizilir? Deməli, dairə çiziləcək. Və yaxud da ki, məsələn uşaqlar, diqqət edin. Deyək ki, cəryan istiqaməti aşağı idi. Baxın, fikir verin, burada naqildə cəryan istiqaməti aşağıdır. Aşağıdırsa, onda baş barmağınızı aşağıya doğru tutsaz, baş barmağınızı aşağıya doğru tutsaz, baş barmağınızı aşağıya doğru tutsaz, 4 barmağın istiqaməti belə gedəcək. İndi gözəl çəkə bilmərəm. Mən bir dəqiqə şəkil üstündə göstərəcəm. Fikir verirsiniz uşaqlar. İndi burada bu şəkildə. Deməli. Baxın. Deməli. Sağ yerli vurğu qaydasına görə. Vurğaç. Deməli, uşaqlar, baş barmaq, məsələn, burada cəryanın istiqaməti yuxarı doğru göstərilir. Cəryan yuxarıda, baş barmaq hansı istiqamətdədir? Baş barmaq nəyin istiqamətindədir? Cəryanın istiqamətində. Bu zaman açılan bu 4 barmaq hansı istiqamətdə yönəlir? Baxın, uşaqlar, belə, saat əyləbi istiqamətində. Deməli, indusiyanın istiqamətini burada göstərən zaman nə cür göstərəcək? Uşaqlar, baxın. Bu şəkildə nə edəcək? Göstərmiş olacaq. Bu şəkildə nə edəcək? Göstərmiş olacaq. Belə, belə. Bu nəyin istiqamətini göstərir? B-nin istiqamətini göstərir. Və yaxud da ki, uşaqlar, bax, sağ tərəfdəki bu şəkildə. Baxın, uşaqlar, baxın, cəryan deyək ki, gördüyünüz vaxt o sola doğru axır. Cəryan istiqaməti belədir. Cəryan belə olanda baş barmağımızı cəryan istiqamətində axtığını nəzərə alsaq, 4 barmağın istiqamətinə baxın, belə fırlanır. Belə fırlanır bunun içərisində. Bu şəkildə olacaq. Və yaxud da ki, məsələn, bunu belə deyək də, ehtiyac yoxdur. Ümid edirəm, başa düşürsünüz uşaqlar. Ehtiyac var biraz açmağa. Gəlin bu nümunələrdə biraz açaq. Baxın uşaqlar, fikir verirsiniz, cəryan istiqaməti hara doğrudur? Belə. İndi siz özünüz tətbiq edin. Biz dedik ki, baş barmaq nəyin istiqamətində yönəlir? Baş barmaq. Cəryan istiqamətində. Baş barmaq hansı istiqamətdə yönəlir? Cəryan istiqamətində. Bu zaman açılan 4 barmaq isə B-nin istiqamətini göstərir. İndi uşaqlar, sağ əlimiz, sol əlimizlə yox. Bu qaydanın adı nədir? Sağ əl qaydasıdır. Sağ əlimizi bu cəryanın istiqamətində tutsaz. Tutun hal-hazırda ekrana, mən göstərməyəcəm. Sağ əlinizi tutun, mən də sizlə paralel tuturam uşaqlar. Sağ əlimizin baş barmağını, bax, birinci şəkildən söhbət gedir. Birinci şəklə baxın. Sağ əlimizin baş barmağını cəryan istiqamətdə tutanda 4 barmağa baxın uşaqlar, harada oldu? 4 barmaq bizdən şəkli oldu. Yeri gəlmişkən bu ixtisarlı nöqtələri deyin, sonra geri qayıdaq. Çünki bunlar indi siz təkrardasınız deyə düşünürəm ki, bilirsiniz, çox vurğulamıram, amma nəzərə alsaq ki, indi yeni qoşulanlar var. Onlar üçün bunları deyək gəlir. Uşaqlar, bir əlavə qeyd izahlayım, sonrasını gedə bilmək üçün bayaqki nümunənin. Deməli, istiqamətlər var fizikada, istiqamətlər. İstiqamətlər nədir? Bax, ümumiyyətlə, hal-hazırda sizlə misalları işləyəndə bir neçə istiqamət var. Məsələn, bir istiqamət yuxarı, yuxarını belə oxla göstərirəm. Aşağı istiqaməti belə, sağa olan istiqaməti belə, sola olan istiqaməti belə.
Bir müstəvi üzərində bu 4 istiqaməti belə rahatlıqla yuxarı olanı yuxarı oxlar, sağ olanı sağ oxlar, aşağı olanı aşağı oxlar, sol olanı sol oxlar göstərmək rahatdır. Bir dənə var uşağım. İndi özünüz təsəvvür eləyin. Bizdən şəklə var. Hal-hazırda hara baxırsınız? Ekrana baxırsınız da, elə deyil. İstiqamət nədir? Fikir verin. Yəni ümumiyyətlə siz gəzəndə bir ekranı boş vermədik. Bir irəli gedirsiniz, geri gedirsiniz, sağa gedirsiniz, sola gedirsiniz. Bir də yuxarı gedə bilərsiniz. Bir də hara gedə bilərsiniz? Aşağı. Əslində neçə dənə istiqamət var? 6. Biz neçəsini keçdik? 4-ünü. 1, 2, 3, 4. Yəni 6 istiqamət var da. Yenə deyirəm, diqqət edin. Sağa gedə bilərsiniz, sola gedə bilərsiniz, yuxarı aşağı, irəli, geri gedə bilərsiniz də. Yəni neçə dənə istiqamət var? 6 istiqamət. Bu 5-ci və 6-cı istiqamət nədir? Bu 5-ci və 6-cı istiqamət bizdən şəkilə var. Fikir verin. Sizin gözləriniz hara baxır şəklə? İstiqamət haradır? Sizdən şəklə. Sizdən şəklə. Bir də şəkildən bizə gələn istiqamət var da, şəkildən bizə. Əgər bizdən şəkildən söhbət gedirsə, onda x-la. Şəkildən bizə gələn istiqamətdən söhbət gedirsə, onda nöqtə ilə işarə edirik. Yenə deyirəm, bizdən şəklə gedən istiqamətdən söhbət gedirsə, x-la. Şəkildən bizə gələn istiqaməti isə nə ilə işarə edirik? Nöqtə ilə işarə etmiş olur. Bu belə. Bunu yadda saxlamaq üçün biz belə deyirik ki, adətən bizdən şəklə gələndə nişan alırıq, atırıq, bizdən şəklə belə. Şəkildən bizə gələndə ümumiyyətlə uzaqdan gələn bir şey bizə ilk öncə nə kimi göstərir? Nöqtə, sonra nə eləmişik, oxşardığı forması ortaya çıxır da. Bizdən şəklə gedəni x-la yadda saxla, x deyib yadda saxla. Şəkildən bizə gələn istiqamət isə nöqtədir. Bunu bildikdən sonra davam edək. Bayaq biz dedik ki, B-nin istiqamətini düz cərəyanlı naqili üçün sağ əlinlə təyin edirik və sağ əlimizin baş barmağı cərəyan istiqamətində yönəlir. Bu zaman açılmış 4 barmaq B-nin istiqamətinə yönəlir. İndi uşaqlar, siz bu sağ əlinizin baş barmağını cərəyan istiqamətində tutanda 4 barmağınıza fikir verin. 4 barmağınızı yummaq istəsəz hara doğru gedəcək? Sizdən şəklə doğru gedir də, elə? Sonra uşaqlar, altdan belə o 4 barmaq fırlandıqca o naqilin alt hissəsindən sizə doğru gələcəkmi? Sizə doğru. Baxın, bir daha deyirəm. Fikir verirsiniz uşaqlar. Baş barmağı. Yəni sadəcə buna baxaq, burada çəkməyə çalışaq. Məsələn, bu nümunədə. Fikir verirsiniz uşaqlar. Baş barmağı belə cərəyan istiqamətində tutanda 4 barmaq buradan hara gedir? Şəklə gedir. Buradan hara gedir? Belə bax. Bizdən hara gedir? Şəklə. Bizdən şəklə nə idi uşaqlar? X. Onda yuxarıları nə ilə işarə elədik? X-la. Belə fırlanır. Naqilin alt hissəsindən, bu naqildir deyək. Alt hissəsindən o 4 barmağımız nə olur? Bizə doğru gəlir də. Elə deyil. 4 barmağımız getdi. Bu naqilin alt hissəsindən bizə doğru gəlir. Bizə gələn hissələrini göstərməliyik. Nöqtə ilə. Deməli, burada B-nin istiqaməti bizdən şəklə, burada isə nöqtədir. Yəni, baxın belə. Gedir, fırlanır naqilin ətrafından bizə doğru gəlir. Yəni, baxın, getdi naqilin ətrafından fırlandı, alt hissəsindən yuxarıya doğru gəldi. Belə, ümid edirəm ki, anlaşılmış oldu. Burada baxın, uşaqlar. İndi cərəyan sağ olanda o ayrı. Bir də bunu izah edək. Diqqət edin, uşaqlar, burada çaşdırmayın özünüzü. Burada söhbət nədən gedir? Deməli, fikir verirsiniz, burada cərəyan istiqaməti x-ını göstərir. Biz az öncə dedik ki, baş barmaq nəyi göstərir? Baş barmaq, deməli, cərəyan istiqamətini göstərir. 4 barmaq nəyi göstərir? B-nin istiqamətini göstərir. İndi uşaqlar, baş barmağınızı gətirin. X nə idi? Sizdən şəklə. İndi sağ əlinizin baş barmağını gətirin, qoyun x-in üstünə. Bu zaman 4 parmağınıza fikir verin. Hansı istiqamətdə yönələcək? Sağ tərəfi istiqamətində yönələcək. Bir daha deyirəm. Sağ əlinizin baş barmağını gətirin, qoyun şəklin üstünə. Bu zaman 4 barmaq hansı istiqamətdə yönələcək? Sağ tərəf. Deməli, induksiyanın istiqaməti sağ tərəfi istiqamətində yönələcək. Burada isə fikir verin uşaqlar. Sağ tərəfdəki sonuncu şəkildə B-nin istiqamətini təyin edir. Bunlar hamısı düz cərəyan naqili üçün. İndi uşaqlar, fikir verin, burada nöqtədir. Biz az öncə dedik ki,
Cərəyan istiqaməti göstərilir baş barmaqla, dörd barmaq ilə isə nəyin istiqamətini göstərirlər? Beynin istiqamətini göstərir. İndi nöqtədirsə i-nin istiqamətdə nöqtə. Baş barmağınızı gəlin tutun, sağ əlinizi gətirin, yəni baş barmağınızı özünüzə doğru tutun. Bu da nə açıq? Dəniz mənzərəsi. Sizə də görsənir, yoxsa mənə deja görsənir? Çox yorğun. Şəkli indi dəniz açıq. Hardalı? Deməli, baş barmaq göstərir cərəyan istiqamətini, dörd barmaq isə nəyin istiqamətini göstərir? İnduksiyanın istiqamətini göstərir. Yəni, burada da baş barmağınızı gətirin, sağ əlinizin özünüzə doğru tutun. Dörd barmağın istiqamətinə fikir verirsiniz. Hansı istiqamətdə olacaq? O zaman saat əqrəbi istiqamətində olacaq. Belə. Bayaq da saat əqrəbi demişdim. Mənim yadımda elə gəlir. Yox, əlbəttə ki, istiqamət. Belə. Burada saat əqrəbinin əksinə gedir. Sonuç şəkildə saat əqrəbinin nəyinə gedir? Əksinə getmiş olur. Beynin istiqaməti. Düz naqil üçün danışdıq. İndi dairəvi naqil üçün danışaq. Və dairəvi naqildə nə baş verəcək? Yadınızda saxlayın ki, dairəvi naqildə beynin istiqamətini təyin edəndə deməli, baş barmaq cərəyan istiqamətini göstərəcək bu dəfə. Baş barmaq nəyin istiqamətini? Cərəyan istiqamətini göstərəcək. Bu zaman ki, dörd barmaq nəyi? Beynin istiqamətini göstərəcək. Dörd barmaq nəyin istiqamətini? Beynin istiqamətini göstərəcək. İndi fikir verin. Məsələn, burası müsbətdir, burası mənfi. Cərəyan müsbətdən çıxacaq, axacaq hara doğru? Mənfiyə doğru. Fikir verirsiniz, baş barmağı cərəyan istiqamətində göstərəndə daxildəki beynin istiqaməti nə cürdür? Deməli, yuxarıya. Fikir verirsiniz, indi bu, məsələn, baş barmaq burada belə olanda cərəyan istiqamətində baş barmaq cərəyan. İndi isə belə çıxır, şəkildə belə gəlir. Mən uşaqlar, gəlin bunu özüm çəkim, daha yaxşı başa düşəsiniz nümunə üzərində. Gəlin, baxaq. Baxın, bir dairəvi naqil düşünün. Dairəvi naqil düşünün. Dairəvi naqil düşünün. Dairəvi naqil düşünün. Deməli, dairəvi naqildə nə cür baş verir? Bunu aydınlaşdıraq. Dairəvi naqildə, məsələn, bu hissə deyək ki, mənfidir, bu hissə müsbətdir, bu hissə mənfidir. Bu qayda başqadır. Bunu yadda saxlayın. Nə dərəcədə alınacaq bilmirəm. Siz tətbiq etməyə çalışın. Uşaqlar, yadınızda saxlayın ki, dairəvi naqildə cərəyanın istiqamətini baş barmaqla göstəririk. Deməli, və yaxud da belə heç o qayda yox, mən fərqli bir qayda deyəcəm, kitabda olmayasın. Deyəcəm ki, dörd barmaqla cərəyan istiqamətini göstərin. Dörd barmağınızı cərəyan istiqamətini. Dörd barmaq cərəyan. Bu zaman baş barmaq, bax, uşaqlar, nə baş barmaq? Beynin istiqamətini göstərəcək. Özü də haradakı? Daxildəki, naqilin daxilindəki. İndi mən dedikcə siz də tətbiq etməyə çalışın. Daxilindəki beynin istiqamətini göstərəcək. Yenə deyirəm, baxın. Deməli, dörd barmaq cərəyan istiqamətində yönəlir. O zaman baş barmaq isə daxildəki nəyi göstərəcək? Beyni göstərmiş olacaq. İndi gəlin baxaq. Bax, cərəyan müsbətdən axır, müsbətdən çıxdı. Baxın, müsbətdən çıxdı, gəldi. Hara doğru? Mənfiyə doğru gəldi. Fikir verirsiniz. Cərəyan müsbətdən çıxdı. Hara doğru? Mənfiyə doğru gəldi. İndi uşaqlar, cərəyan axdı, müsbətdən çıxdı, mənfiyə doğru. Bu zaman nə dediyim? Dörd barmağınızı cərəyan. İndi o sağ əlinizi gətirin. Dörd barmağınızı bu halqa boyunca tutun, uşaqlar. Tutun. Baş barmağınızı nə cür görürsünüz, Nurlan?
Baş barmağınız nə cür açılır? Şəkildən sizə, yoxsa sizdən şəklə? Eşidirsiniz inşallah. Bəli, müəllim. Hə. O Yəni dörd şəkildən barmaq bizə olmur. şəkildən bizə. Bəli, bəli. Dörd barmağınızı cəryan istiqaməti olanda o baş barmağınıza fikir verin, nə cür olduğu sizə baxır da baş barmağınız şəkildən sizə də olur. İndi şəkildən sizə olanda nöqtə idi, sizdən şəkli olanda nə idi? X idi. Elə deyil? Nə dedik? Baş barmaq daxildəki beyni göstərir. Daxili nə olacaq uşaqlar? Nöqtə. Daxil nöqtədirsə, xariclər nə olmalıdır? X olmalıdır. Gəlin istiqaməti dəyişək, baxaq. Uşaqlar, gəlin istiqaməti dəyişək, baxaq. Bir daha o başa düşməyənlər varsa, bir daha istiqaməti dəyişib, çox diqqətlə baxın. Məsələn, indi mən belə çəkdim. Uşaqlar, baxın, istiqamət dəyişib baxırıq. Məsələn, bayaq müsbət bura idi də, indi gəlin müsbəti bura edək. Cəryan müsbətdən çıxır, hara doğru axır? Mənfi əslində qapalı deyil naqilimiz. Fərz eləyin ki, qapalı. Daha mən çəkib körləmək istəmirəm. Neyse. Müsbətdən axır hara doğru? Bu mənfiyə doğru. İndi yenə də sağ əlinizi, dörd barmağınızı cəryan istiqamətində tutun. Sağ əlinizi cəryan istiqamətində. Bu zaman baş barmağa fikir verin, hansı istiqamətdə oldu? Sizdən şəklə. Hara oldu? Sizdən şəklə. Sizdən şəkli olanda daxili nə olacaq? X. Daxillər X-sa, xariclər nə olacaq uşaqlar? Xariclər nöqtə olacaq. Yəni, burada söhbət nədən gedir? Yenə deyirəm, beynin istiqamətinin təyin olunmasından. Aydındır? Daxildəki beynin istiqamətini göstərəcək. Qaldı dördüncü hal və bununla da dördüncü halı keçib yekunlaşdıraq. Sarılmış şəkildə olduqda nə cür olacaq? Çox diqqətlə qulaq asın. Biz sarılmış şəkildə olanda nə cür olacaq? Yenə deyirəm, düz naqil, dairəvi naqil keçdik. İndi gəlin naqilin sarılmış halda olan şəklinə baxaq. Məsələn, bir dənə naqil götürürük. Məsələn, müsbət qütbdən çıxır. Gətiririk bir dənə çilik götürürük dəmin. Və bunun naqili onun üstündən sarıyırıq. Bax, belə bunu sarıyırıq. Məsələn, bu bizim müsbət qütbümüzdür. Gəlin bura müsbət. Bu bizim müsbət qütbümüzdür. Çünki siz üstünüzdə bunun qeyd olunmur. Böyük olan isə müsbət, kiçik olan mənfi olduğunu bilirsiniz. İndi uşaqlar, gəlin baxaq. Baxın, naqildir, naqildir. Gəldi, bu naqildir, belə sarıdır. Deməli, naqildir. Gəldi, belə fırlatdıq. 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 Gəldi deyək, buradan getdi. Yəni, bu yaşıl olan naqildir, bildiyiniz naqil. Bir naqil nədir? Şu normal. O gətiririk bir içliyin üzərinə bu şəkildə sarıyırıq. Mən o qədər də yaşlı çəkə bilmirəm. Məsələn, bura müsbətsə, cəryan hardan çıxır müsbətdən? Hara doğru gedir? Mənfiyə doğru. Gəlir, hara doğru? Fikir verin bura gələndə cəryan. Burada istiqaməti hara doğrudur? Yuxarı. Getdi, belə arxasından fırlandı, cəryan gəldi, burada istiqaməti haradır? Yuxarı. Getdi, belə arxasından fırlandı, gəldi, cəryan istiqaməti haradır? Yuxarı. Getdi, belə arxasından fırlandı, gəldi, cəryan istiqaməti haradır? Belə. Getdi, belə fırlandı, gəldi, cəryan istiqaməti belə. Getdi, belə fırlandı, gəldi, cəryan istiqaməti belə. Getdi, belə fırlandı, gəldi və belə getdi. Hə, bu cəryan istiqamətidir. Biz nə istiqamətini təyinləməliyik? Beynin istiqamətini təyinləməliyik. Bəs bu beynin istiqamətini təyinləyəndə qaydamız nədir? Yadınızda saxlayın. Bu zaman dörd barmağınız cəryanın istiqamətini göstərəcək. Söhbət əlbəttə yenə də hansıdan gedir? Sağ əlinizdən gedir.
Dört barmaq cəryan istiqamətini göstərəcək. Baş barmağımız isə nəyin istiqamətini göstərəcək? Beynin istiqamətini göstərəcək. Baş barmağımız isə beyin. İndi uşaqlar, gətirin dörd barmağınızı cəryan istiqamətində burada. Söhbət əlbəttə bu hissədən gedir. Gətirin dörd barmağınızın dördünü də cəryan istiqamətində tutun. Baş barmağınız hansı tərəfə açıldı? Sola tərəf. Elə deyil? Bax, dörd barmaq cəryan istiqamətində olmalı. Cəryan nə cürdür? Yuxarıya doğru. Gətirin dörd barmağı da deməli cəryan istiqamətini qoyanda baş barmaq nə cür oldu? Sola doğru. Onda induksiya hara olacaq? Baxın, soldan, yəni bu hissədən çıxacaq. İnduksiya, axı baş barmaq sola oldu. Şimaldan çıxacaq, cənuba daxil oldu. Şimaldan çıxacaq, cənuba daxil oldu. Şimaldan çıxacaq, cənuba daxil oldu. Kim bunu başa düşmədi? Səs açıb deyə bilər. Çünki baş barmaq sola doğru olanda, əlbəttə soladsa B induksiya, soldan çıxsa harasa fırlanıb gəlməli də cənuba. Yəni, burada daxil olun. Gəlin, burada şəkil varsa göstərək. Fikir verin uşaqlar. Dörd barmaq cəryan istiqamətində olanda baş barmaq sola doğru olur. Dörd barmaq cəryan istiqamətində fırlananda baş barmaq sola. Deməli, B belə çıxıb, bu tərəfdən nə olmalıdır? Fırlanıb gəlməli. B belə çıxırsa, bu tərəfdən nə olmalıdır? Fırlanıb gəlməli. Başa düşdük inşallah. Belə